Əmrullayev anlaşılan ki, məktəbi də zavod kimi görür və ona görə deyir ki, 9-dan 6-ya qədər fəaliyyət göstərməlisən. Emin Əmrullayev danışanda Sovet sistemini bəyənmədi. Amma təhsil baxımından deyə bilərəm ki, Sovet təhsil sistemi daha gözəl idi. Biz nə oxuduğumuzu anlayırdıq, verilən sualı başa düşürdük. İndi 40 yaşında valideyn, 35 yaşında valideyn ibtidai sinif uşağına verilən sualı oxuyur. 5 dəfə oxuyur, anlamır ki, ibtidai sinif uşağından nə soruşmaq istəyirlər burada. Və bugün siz bu təhsil metodunu önə çəkirsiniz. Kurikulum sistemi ölkədə tətbiq olunandan sonra bizim təhsil sistemimizin bərbad dönəmi başladı. İbtidai sinif uşağının çantasını qaldıra bilmirsən. İbtidai sinif uşağı oturduğu yerdə yatan birisidir. Deyirsən ki, mama qurban, anan qurban sənə. Oyan bu qaldı. 3 səhifə ilə riyaziyyat işləyəcək. 2 səhifə, nə bilim, Azərbaycan dili işləyəcək. Nə işləyəcək? Bu sistemimi siz təqdir eləyirsiniz. Hörmətli Elm və Təhsil Naziri Emin Əmrullayev. Günortaya qədər dərs deyib, günortadan sonra evə gedən müəllimə deyirsiniz ki, xeyr müəllim 6-ya qədər işləməlidir. Bununla mı təhsilin keyfiyyətini qaldırmaq istəyirsinizsə, bu təhsilin keyfiyyətinin qalxmasına xidmət göstərmir. Əksinə, onsuz da bərbad olan təhsilin bir qədər də bərbadlaşmasına xidmət göstərəcək. Bugün məktəblərdə açıq bazardırsa, valideyn qruplarına səslər ancaq filan qədər filan kəsə yığaq, filan qədər filan kəsə yığaq. Məktəbin təmiri belə getdi, sanitar qovşağı belə getdi, nə bilim, sinifimizə filan şey almalıyıq mövzusunda davam eləyirsə, bu o deməkdir ki, təhsil çöküş vəziyyətindədir. 11 il ayaq döyür də uşaq məktəbə. Təhsili elə eləyin ki, bu uşaq elə məktəbdə oxuduğu ilə kifayətlənə bilsin də. Bizim təhsilimiz hər gün bir qədər də bərbad olur. Və bunu yəqin ki, cənab nazir, siz hamıdan daha yaxşı bilirsiniz.